Narkotik ittihamı ilə həbs edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşad qızının məhkəmə istintaqı başlayıb. O, konvoy müşayiəti ilə məhkəmə salonuna gətirilib. İlhamə Elşad qızının zala daxil olan kimi ilk sözü "Mənim günahım yoxdur. Özüm də sıradan bir insan deyiləm. Bundan əlavə xəstə ola həbs edilmişəm. Öt kisəm yoxdur. Kabab da yeyə bilmirəm" deyib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edir. İlhamə Elşad qızına qarşı Cinayət Məcəlləsinin 234.1-1 satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma maddəsi ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilərsə, o 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər. Amma xanım müttəhim ittihamla razılaşmayıb, özünü təqsirli bilmədiyini deyib. "Mən Azərbaycan qadınıyam, bundan əlavə şairəm. Allah mənə 2 qat ağıl verib. Bütün günü hər yerdə məndən yazırdılar. İndi niyə məni ünsür kimi təqdim edirlər? Ağlı başında qadınam, gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 aydır əzab çəkirəm. Mənim anamı ağladıblar. Mən elə-belə adam deyiləm, o qədər əsərlər yazmışam, cəmiyyət üçün işlər görmüşəm. Dəstək olmaq lazım idi mənə. Bahar vaxtıdır, indi mənim yazıb yaradan vaxtımdır. Götürüb saldılar Kürdaxaniyə həbsə. Belə narkoman olar, bu nə deməkdir? Mən həmişə televiziyada olmuşam. Heç bir kişi ilə adım çıxmayıb. Dövlət tədbirlərində mənim şeirlərim səslənib. Mən tərtəmiz, pak qadınam. Nə var, TikTokda direkt zad demişəm. Bu da xoş qarşılanmayıb. Bəraətimi istəyirəm.